Allah Teala bizə ədalətli olmağı, İnnallaha ya'muru bil adli, Allah Teala ədalətli olmağı əmr edir. Və izə qultum fa'dilu, dediyiniz zaman Allah Teala deyir ki, ədalətlə deyin. Sələflik ötüb keçənlərə, bizdən ötüb keçənlərə tabeçilik deməkdir. Bizdən qabaq ötüb keçənlərə təbii ki, tabeçilik deməkdir. Onlar sahabələr, ondan öncə Allah Rasulü sallallahu aleyhi və səlləm və onların arxasınca gözəl şəkildə gəlib gedənlərdir. Hətta görürsən, sələfilərə Vahabi də deyirlər. Belə bir ad da deyirlər. Bu ad da yanlışdır. Sələflərin Vahabiliyi ilə heç bir əlaqəsi yoxdur. Və o insanlar əgər İmam Əbu Hanifənin kitablarını oxusalar və İmam Şafinin kitabını oxusalar, İmam Əhməd ibn Həmbəlin, həmçinin İmam Malikin, həmçinin İmam Əvzainin, həmçinin başqa imamların kitablarını oxusalar, onlar orada sələf sözünü taparlar. Sələf sözünü orada görərlər, o sözə rast gələrlər. Vahabili isə bağlıdır Muhammed ibn Abdülvahabla. Muhammed ibn Abdülvahab 4 əsr bundan qabaq yaşayıb. 4 əsr bundan qabaq yaşayıb. İmam Şafi isə 12 əsr bundan qabaq yaşayıb. 13 əsr bundan qabaq yaşayıb. Əbu Hanifə və başqa sahabələr, başqa daha doğrusu tabeinlər və başqa alimlər. Onların sələfiliyə aidiyyatı var. Amma Vahabiliyə, bu iftiraya onların heç bir aidiyyatı, heç bir dəxli yoxdur.